Bakıda bir neçə mağazadan oğurluq edən Səbinə Ağayevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bakı Arzanətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham nitqi ilə çıxış edib. Prokuror məhkəməyə Səbinə Ağayevanın 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra Səbinə Ağayeva son söz deyib. O, 6 uşağını saxlamaq məqsədi ilə məcbur olub oğurluqlar törətdiyini və narkotik ehtiyacını ödəmək üçün etdiyini bildirib. Daha sonra ona hökm oxunub. Hökmə əsasən Səbinə Ağayeva 4 il 5 ay 22 gün müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 1990-cı il təvəllüdlü Səbinə Ağayevaya qarşı Cinayət Məcəlləsinin 234.1-1, yəni satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni saxlama, daşıma, emal etmə və 177.2.1, 177.2.2 və 177.2.3-1, yəni oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, elektron məlumat daşıyıcılarından yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə maddələrlə ittihamlara sürülüb. Cinayət işində 19 nəfər zərər çəkmiş qismində tanınıb, ümumi dəymiş ziyan 15.000 manatdır. Səbinə Ağayeva eyni zamanda martın 8-i 2023-cü ildə Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ondan 2,640 qram metamfetamin aşkarlanaraq götürülüb. Xatırladaq ki, Səbinə Ağayeva əvvəllər də dəfələrlə məhkum olunub və 6 uşaq anasıdır. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.